Azərbaycan millisi Avropa çempionu ola bilər və həmçinin də Olimpiya oyunlarında medal qazana bilər. Tarixdə birinci dəfə. Bu sözləri şahmatçı qızlarımızın baş məşqçisi Qədir Hüseynov deyir. Vaxtilə bilirsiniz də milli komandanın Rus və Belarus tandemi olan Mikhail Şerişevski və Yevgeni Tomaşevski vermişdilər. Onlar da keçən il bizim milli komandanı olimpiyadada 15-ci yerə qaldırdılar. Bundan sonra aydın oldu ki, milli komandamıza öz mütəxəssisimiz lazımdır. Və heç kimin gözləmədiyi halda keçmişdə Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədiyarov, Rauf Məmmədovla bir yerdə komanda şəklində çıxış edərək Avropa çempionu olan Qədir Hüseynov milli komandaya baş məşqçi təyin olundu. Nicat Abbasovla bir yerdə keçən ay milli komandamız dünya çempionatında ikinci yeri tutdu. Bu çox fantastik bir nəticə idi və aydın oldu ki, bizə Rus, Belarus və başqa ölkələrin məşqçilər lazım deyil. Hələ öz mütəxəssisimiz lazımdır. Qədir, sənə uğurlar, inşallah hər şey yaxşı olar.